Bəli, bəli. O əslində çoxsu aşpazlığı ona görə gəlir. Restoran sistemində pul var. Yəni yaxşı aşpazlara pul verilir. Yox, sən gərək lap əla aşpaz olasan, yüksək səviyyədə olasan ki, sən o pulu alasan. Yoxsa ki, mən bunu öyrəndim, yəni bir də belə deyək də, bulkin arasına kotleti qoydum. Mən əla aşpazam. Ondan başqa da yeməklər var. Ondan başqa da mətbəximizin zənginliyi, nəinki Azərbaycan mətbəxi də. Yəni burada Gecə Akademiyada Avropa, Asiya, milli bütün Türk, Gürcü, bugün Gürcü günüdür. Braziliya bütün mətbəxləri var. Ən zəngin mətbəx amma Azərbaycan mətbəxidir. Bunu danılmaz olaraq da, yəni möhrünü vurmuş mətbəxlər. İstəyir şirniyyatları, istəyir də ki, yeməkləri. Yəni ən əsası da mətbəxə öyrənməyə gəlirik ki, sabahki gün getdiyimiz yerdə, işlədiyimiz restoranda sifariş çıxıb. Başdan sonra da eləməyək. Çünki sən bilmirsən, o gələn qonaq sənin qardaşın ola bilər, sənin ailən ola bilər, sənin əzizin ola bilər. Ona görə o yeməyi hər dəfə pişirəndə zalda oturan qonağı düşünməlidir. Bu mənim yaxınımdır, bu mənim əzizimdir.